Bismillah. Aylardır qızım üçün peçenyanı elə evdə özüm hazırlayıram. Çizgi film izləyərkən və yaxud da oynayarkən onun üçün çox gözəl bir atışdırmalı olur. Bir dolu yemək qaşığı kərəyağı, xrustal stəkandan 2 barmaq aşağı süd, 1 çay qaşığı qabartma tozu, 1 çay qaşığı duz, 160 qram un. 1 dolu yemək qaşığı küncüt, 1 dolu yemək qaşığı da çörək otu. Mən hardasa 2 stəkana yaxın un istifadə elədim. Bu sizin ununuzun marka və keyfiyyətindən asılı olaraq dəyişilə bilər. Xəmirimiz hardasa 30 dəqiqə dincəlsin. Peçenyanın nisbətən daha yumşaq olması üçün 1 çay qaşığı da quru maya əlavə edin. 2 yağlı kağızın arasında xəmirimizi başlayırıq açmağa. Peçenya formasını vermək üçün belə deyircəkli kəsəndən istifadə elədim. Bu olmaya da bilər, normal bıçaqla da kəsə bilərsiniz. Bir çöp vasitəsilə belə dəliklər açın ki, əlavə qabarmalar olmasın. Artıq peçenyalarımız bişməyə hazırdır. Kənarlarını mən bir dəfə də yaydım və bu formada atışdırmalıqlar hazırladım. Nəinki uşaqlar, bunu böyüklər də çox sevir, çox ləzzətlidir və bunu daha sağlıqlı edə bilərsiniz. Mən öncədən silmiş 180 dərəcəyə sobada bişirdim. Bu sizin sobanıza görə dəyişilə bilər. Üzəri qızardısa hazırdır.